İngilis dilində elə sözlər var ki, onları bilmədən danışmaq mümkündür, amma təbii danışmaq mümkün deyil. Sizcə bu cümlələrdən hansı qadağa bildirir? Əgər modal feillər arasında ən çox qarışdırılan hansıdır deyə bir yarış olsaydı, yəqin ki, bu iki modal feil qalib gələrdi. Bir neçə gün əvvəl keçirdiyim sorğuda ən çox səs modal feillərə gəldi və bu da heç də təsadüfi deyil. Çünki ingilis dilində elə sözlər var ki, onları bilmədən danışmaq mümkündür, amma təbii danışmaq mümkün deyil. Məsələn, bu iki cümləyə baxaq. I speak English. Mən ingilis dilində danışıram. Və I can speak English. Mən ingilis dilində danışa bilirəm. Bu cümlələr bir-birinə oxşasa da, ikinci cümlədə əlavə bir məna var. Bacarıq. Məhz bu cür əlavə mənalar yaradan sözlərə modal feillər deyilir. Bugünkü videoda modal feilləri əzbərləməyəcəksiniz. Onların arxasındakı məntiqi başa düşəcəksiniz ki, bir daha onları bir-birinə qarışdırmayasınız. Xüsusilə də tələbələrin ən çox səhv etdiyi can, to be able to, must, have to, should, ought to, may, might, could modal feillərinin fərqlərini nümunələrlə izah edəcəm. Videoya başlamazdan əvvəl sizə belə bir sualım var. Modal feillərdən hansı sizə daha çox çətin gəlir? Can, to be able to, must, have to, yoxsa başqa biri? Rəylərdə mütləq yazın. Gəlin əvvəlcə modal feillərlə əsas feillər arasındakı fərqə baxaq. Əsas feillər adətən hərəkəti göstərir. Məsələn, go, getmək, eat, yemək, study, oxumaq və s. Amma modal feillər hərəkətin özünü yox, ona olan münasibəti göstərir. Məsələn, I can swim. Mən üzməyi bacarıram. Bu cümlədə swim feili əsas hərəkətdir. Can isə o deməkdir ki, mən bunu bacarıram. Başqa bir nümunəyə baxaq. You should study. Burada study əsas feildir, əsas hərəkətdir. Should isə o deməkdir ki, bu mənim məsləhətimdir. Modal feillər bizə məsləhət, bacarıq, ehtimal, məcburiyyət, qadağa və s. göstərir. İngilis dilində ən çox istifadə olunan modal feillərdən bəlkə də ən birincisi can modal feilidir. Bu modal feil haqqında danışanda insanların ağlına ən çox bilmək, bacarmaq sözləri gəlir. Bu doğrudur. Məsələn, I can drive. Mən maşın sürməyi bacarıram. She can cook very well. O çox yaxşı yemək pişirməyi bacarır. Yəni, onun belə bir bacarığı var. Amma bu modal feil həmişə bacarıq mənasında işlənmir. Məsələn, can I sit here? Burada otura bilərəmmi? Can I use your phone? Telefondan istifadə edə bilərəmmi? Gördüyünüz kimi bu cümlələrdə can artıq bacarmaq mənasında deyil, icazə mənasında istifadə olunur. İndi isə gəlin can və to be able to modal feillərinin arasındakı fərqlərə baxaq. Çox adam elə bilir ki, bu modal feilləri tamamilə eynidir. Əslində mənaları eynidir. Məsələn, I can swim və I'm able to swim cümlələri məna baxımından hər ikisi mən üzə bilirəm deməkdir. Amma problem başqa yerdə başlayır. Can modal feili bütün zaman formalarında işlənə bilmir. Məsələn, gələcək zamanda istifadə etmək istəsəz, istifadə edə bilməyəcəksiniz. Bu məqamda bizim köməyimizə to be able to modal feili gəlir. Məsələn, I will be able to help you tomorrow. Mən sabah sənə kömək edə biləcəm. Bu cümlədə biz to be able to modal feilindən istifadə edəcəyik. Can istifadə edə bilmərik. Başqa bir nümunəyə də baxaq. I haven't been able to sleep recently. Son vaxtlar mən yata bilməmişəm. Gördüyünüz kimi bitmiş zamanda da can modal feilindən istifadə edə bilmirik. Onun yerinə to be able to-dan istifadə edirik. Can daha qısa və gündəlikdir. To be able to modal feili isə can'in istifadə olunmadığı yerlərdə köməyə çatır. İndi isə gəlin kiçik bir test edək. Ekranda gördüyünüz bu cümlədə sizcə hansı modal feili olmalıdır? Can, yoxsa to be able to? Cavablarınızı rəy bölməsində yazın, daha sonra videoya davam edin. İndi isə keçək could modal feilinə. Əvvəlcə onu qeyd edim ki, bu modal feilin oxunuşu, düzgün tələffüzü could formasında olmalıdır. Çox vaxt tələbələr l səsini də tələffüz edirlər, yəni could formasında deyirlər. Amma bu oxunuş səhvdir. Düzgün forma could olmalıdır. Məndən sonra siz də tələffüz edib təkrarlaya bilərsiniz. Gəlin bu cümləyə baxaq. When I was 10, I could ride a bike.
10 yaşım olanda velosiped sürə bilirdim. Burada söhbət keçmiş bacarıqdan gedir. Amma could'un başqa bir mənası da var. Məsələn, deyək ki, siz restorandasınız və ofisiantdan soruşursunuz. Could I have some water? Biraz su gətirə bilərsiniz? Bu cümləni siz belə də deyə bilərsiniz. Can I have some water? Bu cümlə də qrammatik olaraq doğrudur. Amma could-la olan cümlə daha mədəni, daha nəzakətli səslənir. Sizcə bu cümlələrdən hansı daha nəzakətli səslənir? Could you help me? Yoxsa can you help me? Fikirlərinizi rəylərdə bildirin. İndi isə gələk dil öyrənənlərin ən çox qarışdırdığı hissəyə. May, might və could. Bu üç modal feilinin hər üçü də ehtimal bildirir. Amma ehtimalların dərəcəsi fərqlidir. Məsələn, belə bir situasiya fikirləşək, düşünək. Dostunuza zəng vurursunuz, amma o zəngə cavab vermir. Və siz birinci versiyada belə bir cümlə qurursunuz. He may be busy. Ola bilsin ki, o məşğuldur. Burada ehtimaldan söhbət gedir və bu ehtimal güclü bir ehtimaldır. İkinci versiyada isə belə deyirsiniz. He might be busy. Bəlkə də o məşğuldur. Burada da yenə söhbət ehtimaldan gedir, amma may-yə nisbətən burada daha zəif bir ehtimaldan söhbət gedir. Üçüncü versiyada isə belə bir cümlə qura bilərsiniz. He could be busy. Mümkündür ki, o məşğul olsun. Yəni, burada da söhbət ehtimallardan birindən gedir. Yəni, burada dəqiq bir sərhəd yoxdur. Ümumi olaraq götürsək, may, might-dan daha güclü bir ehtimal bildirir. Mənə maraqlıdır ki, siz danışarkən daha çox may-dən yoxsa might-dan istifadə edirsiniz. Ümumiyyətlə, bu ikisi arasındakı fərqi hiss edə bilirsinizmi? Fikirlərinizi şərh bölməsində mənimlə bölüşün. İngilis dilində ən çox istifadə olunan modal feillərdən biri should modal feilidir. Should məsləhət bildirir. Bir şeydə qeyd etmək istəyirəm ki, could modal feili kimi bu modal feili də tələffüz edərkən l səsini tələffüz etmirik. Yəni, doğru tələffüz belə olacaq. Should, should. Should modal feili məsləhət tövsiyə bildirir. Məsələn, dostunuz ingilis dilini inkişaf etdirmək istəyir, siz isə ona belə bir məsləhət verə bilərsiniz. You should watch English videos. Sən ingilis dilində videolara baxmalısan. Burada heç bir məcburiyyət yoxdur, sadəcə tövsiyə var. Və yaxud da başqa bir cümləyə baxaq. You should drink more water. Sən daha çox su içməlisən. Bu, biraz həkim məsləhəti kimi səslənsə də, burada heç bir məcburiyyət yoxdur. Bu, sadəcə bir tövsiyədir. Ought to modal feili should'un qohumudur desəm, yanılmaram. Çünki onlar arasında məna baxımından elə bir fərq yoxdur. Məsələn, you should apologize və you ought to apologize cümlələri arasında məna baxımından bir fərq yoxdur. Hər ikisi də sən üzr istəməlisən deməkdir. Sadəcə olaraq ought to modal feili daha rəsmi, daha formal səslənir. Ona görə də gündəlik danışıqda insanlar daha çox should modal feilindən istifadə edirlər. İndi isə gəldik ən çox qarışdırılan modal feillərə. Əgər modal feillər arasında ən çox qarışdırılan hansıdır deyə bir yarış olsaydı, yəqin ki, bu iki modal feil qalib gələrdi. Çünki must və have to modal feilləri Azərbaycan dilinə məcbur olmaq kimi tərcümə olunur. Təsəvvür edin ki, yay gəlir və siz güzgüdə özünüzə baxaraq belə bir cümlə qurursunuz. Mən daha çox idman etməliyəm. I must exercise more. Burada mustdan istifadə etdik. Burada bir məcburiyyət var. Amma bir şey yadınızda saxlayın ki, qaydanı, daha doğrusu qərarı özünüz vermişsiniz. İndi isə başqa bir situasiyaya baxaq. İş yerində bir qayda olaraq hər kəs forma geyinməlidir. I have to wear a uniform. Mən uniforma, yəni forma geyinməliyəm. Burada da məcburiyyət var, amma qərarı siz verməmsiniz. Must və have to hər ikisi məcburiyyət bildirir. Amma burada gəlin məcburiyyətləri iki yerə bölək. Daxili məcburiyyət və xarici məcburiyyət. Əgər qərar sizə aiddirsə, bu zaman söhbət daxili məcburiyyətdən gedir. Yəni siz must modal feilindən istifadə etməlisiniz. Yox, əgər bir iş yerinin, bir yerin qayda qanunlarına riayət etməlisinizsə, bu zaman söhbət xarici məcburiyyətdən gedir. Yəni qərarı siz vermirsiniz. Bu halda isə
mustdan yox, have to modal feilindən istifadə etmək lazımdır. İndi isə gəlin must və have to modal feillərinin inkar formalarına baxaq. Mustn't və don't have to. Bu isə xüsusilə vacibdir. Çünki bir çox dil öyrənən bu iki modal feilini qarışdırır, bir-biri ilə mənalarını səhv salır. Gəlin bu cümləyə baxaq. You mustn't smoke here. Sən burada siqaret çəkə bilməzsən. Bu bir qadağadır. İkinci cümləyə baxaq. You don't have to smoke here. Sən burada siqaret çəkməli deyilsən. Burada isə heç bir məcburiyyətdən, qadağadan söhbət getmir. İndi isə sizə bir sualım var. You don't have to park here və you mustn't park here. Sizcə bu cümlələrdən hansı qadağa bildirir? Cavablarınızı rəydə gözləyirəm. Tələbələrin ən çox qarışdırdığı modal feillərdən biri də need modal feilidir. Need ehtiyac və zərurət göstərir. Məsələn, you need read much. Sən daha çox oxumalısan. Sənin daha çox oxumağa ehtiyacın var. Burada beyin qarışdıran məqamlardan biri odur ki, need həm modal feil kimi, həm də əsas feil kimi çıxış edə bilər. İndi isə gəlin modal feil və əsas feilin arasında olan fərqlərə baxaq. Gəlin need modal feilinin xüsusiyyətlərinə baxaq. Modal feil kimi needdən sonra to-suz məstər işlənir. Üçüncü şəxsin sonunda s və es şəkilçisi qəbul etmir. Bütün şəxslərdə need olduğu kimi qalır. Need heç bir zamana görə dəyişmir. Sualını düzəldərkən özündən istifadə olunur. Məsələn, need you read much? İnkarında isə needdən sonra not hissəciyi əlavə olunur. You needn't read much. Və ən vacib məqamlardan biri də odur ki, need modal feilindən sonra heç bir need hissəsi gələ bilməz. Yalnız to-suz məstər gələ bilər. Need əsas feil kimi to-lu məstərlə istifadə olunur. Məsələn, I need to find a job. Mənim iş tapmağa ehtiyacım var. Mən iş tapmalıyam. Need əsas feil kimi indiki və keçmiş zamanlarda istifadə oluna bilir. Keçmiş zamanda needin sonuna id şəkilçisi artırılır. Needed. Məsələn, he needed to find a job. Onun iş tapmağa ehtiyacı var idi. İndiki zamanda üçüncü şəxsin təkində s şəkilçisi qəbul edir. He needs to find a job. Sualını düzəldərkən do, did və does köməkçi feillərindən biri istifadə olunur. Do you need to find a job? İnkarında isə don't, doesn't və didn't köməkçi feillərindən biri istifadə olunur. He doesn't need to find a job. Əsas feil kimi need şəxslər üzrə dəyişir. İndiki zamanda üçüncü şəxsin təkində s şəkilçisi qəbul edir. He needs to find a job və yaxud da she needs to find a job. Need'i əsas feil kimi modal feildən fərqləndirən ən əsas məqamlardan biri də odur ki, əsas feil kimi needdən sonra digər need hissələri gələ bilər. Məsələn, I need a job. Bu halda needdən sonra to işlənmir, yəni məstərə ehtiyac yoxdur. To ancaq feil istifadə olunarsa onun qarşısında işlənir. Qısaca sizə belə bir yadda saxlamaq üçün üsul deyə bilərəm. Modal feillərin əksəriyyəti to-suz işlənir. Need də onlardan biridir. Modal feillər içərisində to ilə işlənən 3 modal feil var. Ought to, have to və to be able to. Yerdə qalan modal feilləri to-suz işlənir, yəni to-suz məstərlə işlənir. Need də həmin modal feillərdəndir. Ümid edirəm ki, bu üsul sizlərə kömək edəcək. Əgər videonu bura qədər izləmisinizsə, deməli həqiqətən ingilis dilinizi inkişaf etdirmək istəyirsiniz. Ona görə də sizlərə son bir tapşırıq verəcəm. Rəylərdə hər biriniz bu gün öyrəndiyiniz modal feillərdən ən az birini istifadə edərək özünüz haqqında bir cümlə yazın. Misal olaraq bu cümlələri deyə bilərəm. I can speak English. I should study more. I might travel this summer. Və s. Son olaraq onu demək istəyirəm ki, modal feilləri ayrı-ayrılıqda əzbərləməyə çalışmayın. Çalışın ki, onları qruplaşdırasınız və ifadə etdikləri mənalara görə əzbərləyəsiniz. Belə olsa, siz daha rahat şəkildə onları yadda saxlaya bilərsiniz. Modal feillərin məntiqini başa düşdükdən sonra onları əzbərləməyə ehtiyac qalmır. Çünki hər birinin hansı hissi və mesajı çatdırmağa çalışdığını hiss etməyə başlayırsınız. Əgər bu videonu bəyəndinizsə, videomu bəyənməyi,
rəylərdə aktiv olmağı və kanalıma hələ də abunə deyilsinizsə, kanalıma abunə olmağı unutmayın. Növbəti videoda görüşərik. Hələlik.